Mənim kanalımın seyirciləri bir çoxları kimi, əksəriyyət kimi mənim də tələbəçilik illərim doğma, əziz Yasamalda keçib və o Şərifzadə küçəsinin bu başdan o başa piyada çox getmişəm. Gedirəm də tinləri, bucaqları nəyi söyləmək istəyirəm. Yasamal cəmaatı canımdır, gözümdür, özümün də orada dostlarımın obyektləri filan var. Amma Şərifzadə küçəsindən keçəndə İminavoy İnşaatçılar metrosunun qarşısından valla mən özüm ürəyimdə dua elə mən bir dəfə pravamı dəyişdirmişəm artıq. Bir dəfə pravamı dəyişdirmişəm, yəni diletant sürücü deyiləm. Oradan keçəndə mən Allaha dua elə gedirəm ki, ay Allah, özün salamatlıq elə, 40-ın 50 ilə. Çünki orada əhali öz mesta abitaniya, yaşayış yeri kimi. O üçün o şeydir ki, sən baxmayaraq ki, yeraltı keçidi var, piyada keçidi var, o beynində o ki, yəni özümün dostum, qardaşım, yoldaşım var da, onun beynində odur ki, bura mənim mesta abitaniya, bura mənim yaşayış yerimdir. Sən xoduvu al yavaş keçkinə. O pretenziya eləyə bilməzsən, predrasiya eləyə bilməzsən. Onun rajdiyonlu beynində oradır ki, bura mənim mühitimdir, bura mənim yaşayış məhəlləmdir, bura mənim. Mən ürəyim sir belə keçirəm, buradan keçirəm. Və yəni, baxmayaraq ki, özümün, yenə deyirəm, orada dostluğum, yoldaşım, dükanları olan dostlarım, yoldaşlarım var. Salam melek elədiyim qardaşlar var. Mən oradan 40-la keçirəm. Bəzən oradan 30-la keçirəm və ürəyimdə də Allaha dua elə keçirəm ki, ay Allah, özün salamatçılıq elə. Çünki orada insanlar dəfələrlə qəza olmağına baxmayaraq, bu videomu da çəkməyimin məqsədi odur ki, yəni heç bir şeylə onların o yaşayış mühitində Yasamal əhli öyrəşib oradan keçməyə. Yasamal əhli öyrəşib oradan keçməyə. Bu heç bir şeylə 10 dədə piyada keçidi olsa oradan keçəcək. Bu qədər Allah hamımızı salamat eləsin. Yasamal əhlində, qeyri-Yasamal əhlində, bütün Azərbaycanı da, yəni Şərifzadə küçəsindən yavaş keçmək lazımdır. Bu qədər.